gördük değerli izleyicilerimiz, nuş olsun da. Deyir bir adamın paxırını üzə çıxartma. Paxırı üzə çıxartma, bu söz görəsən hardan gəlib? Ümumiyyətlə nə deməkdir? Paxır Bakır sözündən gəlmədi və Bakırı əvvəllər misə deyirdilər. Elə türklər indi də misə Bakır deyirlər və nəyə görə Bakırını çıxartma, paxırını çıxartma mənası var idi? Ona görə ki, əvvəllər də babadan qazanlarımız, tavalarımız misdən olurdu. Mis isə su ilə, ingrediyentlərlə reaksiyaya girəndə oksidləşirdi. Oksidləşəndə də orqanizm üçün zəhərli olurdu. Ona görə də deyirdilər ki, mis tavanın içərisində yemək saxlamazlar, su saxlamazlar. Və ona görə də o zəhərli olmasın deyə onun üstünü qalayla örtürdülər və qalayı gedəndə paxırı üzə çıxırdı. Odur ki, gəlin heç kəsin paxırını üzə çıxartmayaq. Başlayaq və yeməklərimizi bişirək. Bugün mənim qonağım var. Mənim həmkarım, dostum, sarımsaq mürəbbəsi üzrə profesional, soğan mürəbbəsi üzrə dünya peşəkarı, bir sözlə ən belə qeyri-adi mürəbbələri hazırlayan, bax Adil bugün bizim qonağımızdır və bu il mürəbbə festivalında şəxsən mənim özümün dadlığım və birinci olaraq elan etdiyim, birinci olaraq seçdiyim o qədər mürəbbələrin içərisindən birinci olaraq seçdiyim Bakı mətbəxini təmsil eləyən Adil idi ki, Qızılgül mürəbbəsini çox gözəl hazırlamışdı. Adil, xoş gördük. Xoş gəlmişsən. Ərcədə ərbi yoxdur. Olur, aşpazlar arasında ərcə bizim peşəmizdir də, çörəyimizdir də. Xoş gördük, xoş gəlmişsən. Xoş gördük, Hakan Usta. Ekran qarşısında əyləşənlərimi salamlayıram. Çox sağ olun, keyfət Adil, mən balacaları salamlamaq istəyirəm. Cücələrimi. Hə, Adilin bir gül balaları var. Mürəbbə festivalında da gəlmişdilər. Qəşəng bir şəkildə çəkdirdi. Adları necə idi? Adları Nuray, Kənan, Hüseyin. Buradan üçünə də salamlarımı göndərirəm, öpürəm onları yanaqlarından. Və əsl atadır ya. Elə atadır ki, bayaqdan nigarandı. Və zəngin dalıcan studiyada bax biz eşidirik, görürük. Tez-tez zəng edir ki, uşaqlar məktəbdən gətirdiniz. Uşaqlar hardadır? Nə oldu? Afərin də, söhbət ola bilməz. Və həm də öz işinin də peşəkardır. Uşaqlar neçə yaş var Adil? Uşağa böyüyün 7, ortancılın 5, balacanın 2 yaşı var. Maşallah, maşallah. Allah saxlasın. Sağ ol. Belə yerdə sağ əlivi qoymarsan başıma. Əlcəhinlə, əlcəhinlə. Yaxşı, yemək nə bişiririk? Nə var bugün bizim mətbəxdə? Yemək bugün suplardan göbələk supumuz olacaq. Sonra 2 cür bükmə olacaq. Biri göbələkli, biri qozlu. Qoz mürəbbəsi ilə? Yox, qoz mürəbbəsi ən axırda gözəl bir şirniyyatımız var, qoz lüləsi. Qoz lüləsi. Bəli. Hə, çox məşhur bir. Adil, sən hansı restoranda indi işləyirsən? Mən başqa yerdə. Bildimi? Hansı restoranda işləyirsən? Restoran başqa yerdə. Bu restoranın adı zadı yoxdur be ya? Adı başqa yerdir. Adı başqa yerdir? O zaman başqa yerdə təsəvvür üstə gedirsən harasa, İslam zəng gəlir ki, ağa kəlim, haradasan? İslam, mən başqa yerdəyəm. Harada da başqa yer hardadır? Harada daxil başqa yer? Başqa yer yerləşir Nizami küçəsi 160B-də. 160B-də. Və təşəkkür edirik biz başqa yerə. Çox qəşəng ad qoymuşsunuz. Doğrudan qeyri-adi adı var. Çox gözəl yeməklərimiz də var. Gözləyirik hamı. Adil oradadırsa qəşəng yeməklər də olmalı. Adil, sən başla. Başla. Başqa yerdə yox, hələ nuş olsun da başla. Birinci hansından başlayırsan? Göbələk şorbasından? Şorbasından yaxşı, sən onda başla göbələk şorbasını hazırlamağa. Göbələk şorbası üçün bizə nə lazımdır? Göbələk, baş soğan, qaymaq, un və su. Sadə bir göbələk şorbası olacaq. Gəl bir də təkrar edək. Göbələk, baş soğan, un, qaymaq və su. Amma onun dadı olmayacaq. Niyə? Çünki sən ora möcüzəni demədin. Möcüzə yağı olmadan heç bir yeməyin ləzzəti, dadı, duzu olmaz. Bizim baş sponsorumuz Möcüzəyə təşəkkür edirəm. A-Y vitamini ilə zəngin olan bu möcüzə yağları istənilən yeməyə, istənilən şirniyyata, pulava fərqli ləzzət, fərqli dad verir. Və tərkibi də çox yüksəkdir, vitaminlərlə zəngindir. İstənilən yeməyi yüksək keyfiyyətdə, yüksək effektdə hazırlayır. Qızartmalarda özəl ləzzət verir. Hələ mən kebabı demirəm. Bəh, bəh, bəh. İslam deyir, o kebabın dadı hələ də ağzımda qalıb. Gedərik bir gün İsmail'lə. Nədənsə Pələng getmək istəmir artıq İsmail'lə, amma biz gedərik. Pələng tez-tez obaya gedir. Çünki bizə lazım olan bütün ingrediyentləri məhz obadan alırıq. Oba yüksək keyfiyyətdə olan məhsulları ən aşağı qiymətdə satır və markaya yox, məhz
keyfiyyətə üstünlük verənlər üçündür Oba. Obada ən brend markaların məhsulları aşağı qiymətə Obanın öz brend adları altında satışa buraxılır. Təşəkkür edirik Obaya. Və bizim yüksək keyfiyyətli tavalarımız var. Bayaq söhbət edirdim mis. Həmin o dövrlər artıq getdi. O mis tavalar, biraz qorxulu tavalar, onun qalayı çıxırdı. Ondan sonra orqanizm üçün təhlükəli olurdu. Orqanizm üçün qətiyyən 1 qram da olsun təhlükəsi olmayan Bergov qazanları, tavaları var ki, biz hər zaman Bergov tavalarına, qazanlarına üstünlük veririk. Çünki Bergov özündən əvvəlki orqanizm üçün zərərli olan örtük qatları var idi ki, o qatlardan artıq istifadə eləmir və Ferno keramik, Ferno green örtüklərindən istifadə edərək öz tavalarını, qazanlarını istehsal edir. Təşəkkür edirik Bergova və Bergova almağımıza əsas 3 səbəb var ki, birincisi, zəhərlənmə qorxusunu tamamilə unutmuş oluruq. İkincisi, möhkəm və dözümlü tava almış oluruq. Bir dəfə alırsınız və uzun müddət onu rahatlıqla işlədirsiniz. Üçüncüsü isə Ferno keramikada optimal istilik keçiriciliyi olduğuna görə yeməklərinizi az miqdarda yağda istifadə etməklə yüksək keyfiyyətdə hazırlaya bilərsiniz. Təşəkkür edirik Bergova və Bergovun əsas özəlliklərindən də biri odur ki, mən hər dəfə bax bunu göstərirəm. Qabuyan maşınlara rahatlıqla, bax, qulpunu açdım. Hoppa. Bunu qoyursunuz qabuyan maşının içərisinə və orada qəşəng bunu yuyursunuz, təmizləyirsiniz. Elə sobaya da qoymaq olur bunun rahatlıqla. Və yenidən biraz boşaldım. Yox, dərsini taxdım. Və yenidən bax, bura bağlayırıq bunu və rahatlıqla da tavamızı işlədirik. Gördünüz nə qədər sadə, nə qədər rahat. Və qulpun ərimə ehtimalı yox. Rahatlıqla da Bergovun tavalarını istifadə edirik. Təşəkkür Bergov, çox sağ olun. Və öz formam üçün, uniformam üçün, ümumiyyətlə, Azərbaycanda olan bütün brend şeflərin, brend şeflər deyəndə özümdən başqa brend şef tanımıram. Özündən razılıq olmasın. Yox, özünə razılıq olmasın, amma tanımıram axı. Günləri elə dir yox, razılıq edirsən. Axı tanımıram. Bütün executive şeflərin, bütün head şeflərin, bütün baş aşpazların, bütün aşpazların, hər kəsin bax, uniformalarını məhz Fayda hazırlayır. Fayda tikiş kampaniyası hazırlayır. Başda Cəlil müəllim olmaqla bütün Fayda komandasına təşəkkür edirəm və özəlliklə təşəkkürüm Gülə xanımadır. Çünki Gülə xanım məhz bax bu ideal dizaynları verən, ideal görünüşləri verən məhz Gülə xanımdır. Təşəkkürlər Gülə xanım. Göbələk şorbasına başladıq. Bəli, soğanımızı qovururuq. Aha. Biraz qovurduqdan sonra göbələyimizi əlavə edəcəyik içərisinə. Göbələyi əlavə edirik. Bir də sarımsaq püresi də qatsaq qəşəng olar. Qatarıq. Hə? Yoxsa Adil? Adil, evdə yemək pişirirsən uşaqlar üçün? Yox. Bir dəfə pişirdim, ondan sonra özümüz idi, qadağa söhbət qoydular edirik. mətbəxə girməyə mənə. Niyə? Dağıdıb tökmüşdün mətbəxə? Öyrəşmişik iş yerində belə azad işləməyə. Ay, sağ ol. Dağıdırsan, tökürsən, sonra stewardlar, yəni xadimələr və yaxud təmizliyə baxanlar. Dağıtdığı özün yığırsan. Ona görə də mətbəxə girmirsən. Sonra deyirlər ki, şeflər niyə mətbəxə girmirlər? İndi əsas səbəbini bildiniz, niyə girmirik? Ona görə də yaxşısı budur, əziz xanımlar, özünüz hazırlayın. Bizi mətbəxə salmayın. Bəli. Mən də qəşəng kişmişli keks hazırlamaq istəyirəm. Və bu kişmişli keksi də hazırlamaq üçün biraz otaq hərarətində olan, yox, biraz bərk olsun, bax. Görürsən, bir balcımında bəkli var. Möcüzə yağından istifadə elədim və bunu tam qarışdırılana qədər biraz oduna sürətini artırım. Yox, mən bununla konkret birləşmişəm. Və tam yaxşı bunu qarışdırırıq. Bunun üzərinə əlavə edirəm 200 qram kərə yağıdır. 200 qram da bura əlavə edirəm şəkər tozunu və bunları birlikdə yaxşıca qarışdırıram. Bunlar yaxşı qarışandan sonra bunun üstünə tək-tək yumurtanı əlavə edirəm. Bax, burada bir məsələ var. Əgər şəkərlə yumurtanı əlavə eləyib, sonra yağı əlavə eləsəz, orada parçalanma olacaq. Parçalanma olanda da kek qəşəng alınmır. Niyə görə qəşəng alınmır? Orada içərisində nəmlik çox qalır və nəmlik qalanda da
sobada bişdiyi müddət ərzində içərisində boşluq olur, xəmirlik olur. Çox nəmli yaranır. Ona görə də kek əvvəl köpmüş halda olur. Çünki orada qabartma var və qabartma istər-istəməz onu az da olsa qəşəng köpdürür. Ondan sonra artıq o köp yatmağa başlayır. İndi tək-tək ora yumurtanı əlavə edirəm. Bu yanır. Ben bunu da artırım sənin üçün olduğunu. Bəh, göbələyin qəşəng ətri gəlir. Adil, göbələk şorbasına başqa nəsə, yəni soslar əlavə eləmirsən. Mən çünki çox vaxtı pesto sos əlavə edirəm. Göbələk sosuna. Hə, çox qəşəng olur pesto sosuna. Ümumiyyətlə, mən pesto sosu çox yeməkdə istifadə edirəm. Fərqli ləzzət, fərqli Biz tomat şorbasını dad istifadə gətirmək üçün. edirik hal-hazırdakı restoranımızda. Yəni, müxtəlif reseptlərlə. Aha. Göbələk şorbasına qaymaqdan istifadə edirik. Üstünə axırda bəzək kimi. Qaymaqdan istifadə edəcəksən. Qaymaq kimi. Pesto sosu daha doğrusu tomat şorbasında istifadə edirik. Pomidor şorbasında istifadə edirsən. Pomidor şorbası. Göbələkdə də çox qəşəng olur. Məncə xanımlar bir özləri də yoxlasınlar onu. Və çox maraqlı bir sual verildi. Biz xanımlar deyir ki, biz də evdə bu texnologiyadan, mütləq bu texnologiyadan istifadə eləyin. Çünki kek xəmirinin daha gözəl, daha parlaq və aydın köpmüş formada alınması üçün məhz bu texnologiyadan istifadə etmək mütləqdir. Bir də kişmişi əvvəlcədən qəşəng yudum, təmizlədim, islaqda saxladım və onu sonra unla urvaladım. 16 surəti var miksinin. Belə miksir harda var? Gördün ki. Təşəkkür Berqova. Çox gözəl miksirdir. Həqiqətən bu miksir mənim çox xoşuma gəlir. Hoppa, kifayətdir. Və keçirəm indi buna qabartma tozu, vanil və buğdonunu əlavə edirəm. Urvalanmış kişmişi əlavə edirəm. Və artıq bunu qaşıqla qarışdırıram. Qoz lüləsi üçün nə lazımdır Adil? Qoz lüləsi üçün bizə lazımdır 300 qram qoz. Mürəbbəsi yoxsa? Yox, özü. Ət çəkən maşından keçirdirik onu. Aha. Onun üzərinə 130 qram pesok, şəkər tozu əlavə edirik. Yoğururuq. Pesoku yoğura-yoğura üzərinə öncədən hazırlanmış şərbət əlavə edə-edə yoğururuq onu. Aha. Bir balaca bərkiyəndən sonra üzərinə vanil əlavə edib. Biraz bərkiyəndən sonra? Bəli, biraz bərkiyəndən sonra vanil əlavə edib, qovurub 1 saat ya saat yarım ərzində onu soyuducuda saxlayırıq. Bu qoz mürəbbəsi də bəzək üçündür. Hə, sadəcə üstünə qoymaq üçün. Mən də bayaqdan qoz mürəbbəsini yemirəm ki. Mürəbbə festivalında ümumiyyətlə o qədər mürəbbə yemişəm ki, mənə bir illik bəsdir o. Amma yenə də. Soyuducuda qaldıqdan sonra onu lülə formasına gətirib şişdə. Aha. Köz üzərində manqalda bişiririk. Köz üzərində manqalda bişiririk. Gəl onun dəsturunu bir də deyək, təkrar eləyək. Deyək, 300 qram qoz ləfəsi, 130 qram şəkər tozu, 1 paçka, yəni 5 qram vanil, 1 çay stəkanı, o xrustallı stəkanlarda, onunla bir şərbət. Və bu ona kifayət eləyir. Bəli, bəs kifayət edir. şişdə yuxarıdan bax sual verirlər ki, şişdən dağılmır o? Yox, şişdə dağılmır. O saat yarım soyuducuda qaldıqda özünü tutur. Aha. Bax, mən də burada keki hazırladım. Kekin bərkliyi, bax, belə olur. Bunu balaca kek qablarda da eləyə bilərsiniz. Daha doğrusu xəmirin bərkliyi. Çünki bu bişdiyi müddət ərzində qəşəng yumuşalıb, özü öz formasını tutur. Və həmin bax bu resept, bu dəstur məhz satışda olan kişmişli kekslərin dəsturudur. Paketlərdə satılır. Adını da demirəm, nədir o? Eyni ilə onun dəsturudur. Çünki mən bu dəsturu məhz onun istehsal olduğu, onun hazırlandığı yerdə öyrənmişəm, oradan götürmüşəm. Sadəcə bəzi kimyəvi maddələri, kimyəvi dozları əlavə etmədən bunu bax bişirirəm.
Bunu qəşəng bağlayıram. 180 dərəcədə sobaya qoyuram bişməsi üçün. Siz isə reklamı izləyirsiniz. Artıq ikinci hissəyə start verdik. Berqofun ət maşınından istifadə edirəm. Əti qəşəng çəkmişəm. Berqofun bütün elektronikaları, bütün tava qazanları yüksək keyfiyyətdədir. Və Berqofdakı tavalar daha çox mənim xoşuma gəlir. Çünki həmin o tavalar heç də əvvəlki o köhnə işlətdiyimiz tavalardan deyil. Bunlar qat-qat üstündür və özündən əvvəlki insan orqanizmi üçün ziyanlı olan qatı, o örtüyü geridə qoyub. Və Ferno Keramik, Ferno Green örtüklərinə üstünlük verir və Ferno Keramik, Ferno Green örtükləri ilə hazırlanmış bu tavalar zəhərlənmə qorxusunu tamamilə unutdurur. Möhkəm və dözümlü olduğu üçün uzun müddət onu rahatlıqla işlədə bilərsiniz. Və Ferno Keramikada optimal istilik keçiriciliyi yüksək olduğu üçün yeməklərinizi az miqdarda yağdan istifadə etməklə yüksək keyfiyyətdə qızarda bilərsiniz. Bu tavalların əsas özəlliklərindən biri də odur ki, həmin bu tavaları rahatlıqla qab-yuyan maşınlarda yumaq olar. Düzgün istifadə edildikdə uzun müddət heç bir zədə görmədən rahatlıqla işlədə bilərsiniz və dəmir predmetlərdən rahatlıqla istifadə edə bilərsiniz ki, bunda heç bir cızıq və yaxud hansısa zədə izi qala bilməz. Təşəkkür edirik Berqofa. Bizim bütün ingrediyentlərimiz, lazımi bazarlığımız hamısı obadan gəlir. Çünki obada yüksək keyfiyyətə, aşağı qiymətə məhsullar satışa buraxılır. Və həmin o ingrediyentlər, həmin o məhsullar brend malların məhsullarıdır. Sadəcə obanın öz brend adı altında satışa buraxılır. Oba keyfiyyətə üstünlük verənlər üçündür və oba hər zaman markaya yox, məhz keyfiyyətə üstünlük verir. Və bizim baş sponsorumuz, bizim daimi bir dostumuz var ki, bu da möcüzə yağlarıdır. A, Y vitamini ilə zəngin olan, İnsan orqanizmi üçün qətiyyən heç bir zərəri olmayan, bütün yeməklərə ləzzət, dad, fərqli görünüş, fərqli parlaqlıq qatan və öz özəlliyi ilə də hər yeməyin ləzzətini daha da artırıb, hər kəsin ağız dadına uyğun olan möcüzədir ki, möcüzə ilə yeməklərimiz də tam fərqli olur. Pulovlarımız, şirniyyatlarımız, salatlarımız mədə üçün heç bir problem yaratmır. Ən optimal variant isə bunda yalnız əsasən də cibimiz üçün sərfəli olmasıdır. Təşəkkür edirik bizim baş sponsorumuz Möcüzəyə. Adil, təşəkkür edirəm bugün sənədə. Çox sağ olun. Və həmişə zəng eləyəndə soruşanda ki, Adil, haradasan? Deyəsən ki, başqa yerdə. Başqa yerdə. Və hər kəsi gözləyirəm. Hər kəsi də başqa yerdə gözləyirsən. Təşəkkür edirik orada. Bəli. Və indi nə hazırladın? Bir ondan da danış. Biz göbələkli toyuq bükməsi hazırladıq. O hazır oldu. İkinci bükməyə keçdik qoz bükməsinə. Bunun üçün günəbaxan yağında soğanımızı qovurduq. Toyuqlarımızı əlavə etdik. Biraz qovurduqdan sonra qoz əlavə etdik içərisinə. Qozu da qovurduqdan sonra duzlu xiyar, mayonez və sonda Holland pendiri əlavə edib lavaşın içərisinə düzəcəyik. Lavaşın içərisində də pomidorlarımız var. Lavaşın içərisində də pomidor? Pomidor var, bəli. Bu şaurma kimi də haradasa? Bəli, şaurma kimi. Dönər kimi, şaurma kimi. Amma qəşəng olmalıdır. Bəli. Çox dadlı olmalıdır. Gəl bir də onu təkrar eləyək. Təkrarlayaq. Bitki yağı, günəbaxan yağı möcüzədən. Aha, mütləq. Toyuq filesi, qaymaq. Əvvəl toyuq filesini pörtlədirik yağda. Əvvəl toyuq filesini qovururuq, sonra soğan əlavə edirik üzərinə. Biraz qovurduqdan sonra qoz, duzlu xiyar, qaymaq və Holland pendiri. Duzlu xiyar, qaymaq və Holland pendiri. Bir növdə bir stroganof oxşuyur. Bəli. Amma ola bilər çox adam əti sevməsin və toyuqdan istifadə etsin. Bəli. Çox gözəldir. Adil, bir təbrikin də var idi bugün. Bəli, mən buradan xalam qızı Arzunu təbrik edirəm. Bugün onun doğum günüdür. Ona can sağlığı, uzun ömür, ailəsində xoşbəxtlik arzu edirəm. Biz də ürəkdən təbrik edirik bütün komandamızın adından.
Pendiri onun içərisinə əlavə eləmişdin. Əlavə etdim Çünki içərisinə onun əridi. dartılmağından qəşəng görüntüsü Qəşəng var. görüntüsü Ha. Bəh. Qoz lüləsi üçün bir də təkrar eləyək. Qoz lüləsini təkrar istəyirlər. Çox maraqlı gəlib. Qoz lüləsi üçün bizə lazımdır 300 qram qoz, təmizlənmiş qoz ət çəkən maşından keçirilir. Aha. Onun içərisinə 130 qram şəkər tozu əlavə edirik və 5 qram vanil əlavə etdikdən sonra onu yoğururuq. Bir balaca yoğurduqdan sonra şərbətimizi əlavə edirik. Bir stakan, krustallı stakan deyək belə. Yəni evdə qadınlar bilir. O stakanla bir şərbət əlavə edə-edə yoğururuq. O bərkidikdən sonra bəli, bəlkə onu hazır əldə etdiyimiz massanı deyək. Aha. Soyuducuda saat yarım saxladıqdan sonra onu şişə keçirib Tam özünü tutandan sonra. Tam özünü tutandan sonra şişə keçirib közdə, manqal üzərində onu pişiririk. İndi hal-hazırda bizdə burada manqal olmadığı üçün grill tavalarda istifadə edirik. Tam bu qoz vaynəsindən. Qoz vareniyası canım anamın əllərinə qurban olum. Onun əl işləridir. Çox qəşəngdir ya. Sən bilirsən də, mən mürəbbə festivalında münsif qismində həmişə olmuşam və çox mürəbbənin dadına baxmışam. Bu qoz mürəbbəsi tamam fərqlidir ya. Nuş olsun. Əllərinizdən öpürəm. Mama adı neydi? Validə. Validə xanım, əllərinizdən öpürəm. Əllərinizə sağlıq. Çox qəşəng mürəbbə hazırlamışsınız. Bilmirəm, Validə xanım efirə gələr, yoxsa yox. Mən amma çox istəyərdim ki, gəlməzsəm mən özüm gələrəm. Amma bu qoz mürəbbəsini istəyərdim ki, hazırlayıb efirə göstərək. İnşallah. Nə deyirsən Adil? Nə vaxt gələk? Ürəyiniz nə vaxt istəsə qonağımız ola bilərsiniz. Yaxşı. Mən onda gələcəm, onların hazırlanmasını orada tam dəqiqliyinə çəkib göstərək. Çox gözəl hazırlayıb. Şorba necə, hazırdır? Şorba hazırdır, indi qaba çəkəcəm. Sən bir-bir onları yenə də təkrar elə. Mən də burada Hasan Paşadan danışacağım birazdan. Amma sən onları təkrar elə sonra. Göbələk şorbası üçün qarğıdalı yağında möcüzədə soğanlarımızı qovurduq. Üzərinə göbələk əlavə etdik. Biraz qovurduqdan sonra un əlavə edib qaymağımızı da vurandan sonra qaynara qoyduq. Hazır olana yaxın blenderdən keçirdib, indi qaba verəcəyik. İndi mən istəyirəm bunu bir də qablaşdırım, keçim qoz Yuxarıdan lüləsinə. Qəmər xanım sual verir ki, deyir mən xoşlayıram, çox xoşlayıram göbələk şorbasını. Amma mən deyir onu çox vaxtda hazırlayanda biraz sanki elə bir çürüyür. Bu nədən ola bilər? Qaymaq yəqin çox əlavə edirlər içərisində, ona görə. Eşitdiniz Qəmər xanım? Qaymağını bir balaca az əlavə edin. Bir olar ki, ümumiyyətlə qaymağı əlavə eləməyim və yaxud servisdə əlavə edeyim. Olar. Olar. Əsas odur ki, ürəyinizə xoş gəlsin. Mən də burada püreni hazırlayıram. Həmin o Hasan Paşa köftə üçün. Hasan Paşa köftə üçün sadə ətdir, dana əti. Dana ətini ət maşından keçirtdim və onun üzərinə yalnız duz, istiot əlavə elədim. Qəşəng qarışdırdım, soğanla birlikdə ət maşından keçirmişdim. Deməli, qəşəng onu qarışdırdım və küftələr tutub həmin küftələri bir balaca yasladıram. İçərisini ovuram. Ovandan sonra onu qoyuram sobaya. Sobada biraz börtlənsin, bişsin. Bişəndən sonra onun həmin o ovulmuş hissəsinə püre qoyacam. Püredəki kartofdur. Kartofu nazik-nazik doğradım və qaynayan suyun içərisinə atdım ki, tez bişsin. Qaymaq əlavə elədim bura. Sonra pesto sos əlavə elədim. Və biraz da süd əlavə elədim. Və bunu qəşəng qarışdırıram. Biraz çalışın duru formada olsun. Çünki nişasta istilik gördükcə daha da qatılaşır. Və bu yenidən bir də sobaya gedəcək. Onu da nəzərə alın. Biraz ora pul biberi əlavə eləyirəm. Və duz. Biraz da. Bəsdir. Qəşəng qarışdıraq. Hər dəfə özüm dadına baxıram. Amma
Bu dəfə istəyirəm ki, mənim həmkarım baxsın. Adil, gəl bir bunun dadına bax. Amma 2 qaşıqla gəl. Maki qaşıqla gəl. Gördün? Qaşığı ancaq bir dənə gətirdi ya, ikincisini gətirmədi. Bəli. Necədir Adil? Çox gözəl düşünək. Çox incə dadı var. Bəli. Həm peston dadı, həm qaymağın dadı. Qaymağın dadı birləş. Çox qəşəngdir. Siz də bax bu texnologiyadan istifadə eləyin. Qaldı ki, onun üstünə sos əlavə eləməyə. Sos, əgər yadınızdadırsa, mən istəyən gün pizza sosu hazırlamışdım. Pizza sosu da çox sadə idi. Pomidorun qabıqlarını soydum. Atdıq blenderin içərisinə, üstünə sarımsaq birəsi, biraz möcüzə yağından, sonra reyhan, duz, istiyot. Və bunu qəşəng blenderdan keçirdik, əzdik. Sonra biraz da yağ əlavə eləyib bunu tam qaynatdıq. Qaynatdıq, bax belə sos oldu. Mən düzün deyim, o gündən mən o sosun dadına baxmamışdım. Yəni bilmirəm o sosun dadı necə idi. Amma pizza çox qəşəng alınmışdı. Mən istəyirəm qoz lüləsini göstərim. Qəşəngdir. Qozumuz ət çəkən maşından keçmiş vəziyyətdə qaba tökdük və üzərinə 5 qram vanil əlavə edib 130 qram pesogunu əlavə edərək bunu yoğurmağa başlayırıq. Deməli, qoz ləpəsi xırdalanmış. Bəli, ət çəkən maşından keçməliyik. Ət maşından keçməlidir. Bəli. Qovrulmuş qozdur yoxsa? Yox, Adi. adi qozdur. İçərisinə şəkər tozu, Şəkər tozu 130 qram, 5 qram vanil 5 qram vanil, Və- 1 qaşıq. və 1 qaşıq. Və burada hazırladığımız yarım stəkan Şərbət. şərbəti əlavə edəcəyik. Bu isti sundandır yoxsa? Yox, ilıq su ilə. İlıq sundandır. Şəkər içində təmiz həzz olunmamalıdır, həll olunmamalıdır. Biraz Hə. diri qalmalıdır. Bəli, qozda hiss olunmalıdır. Əlaçı. Köftələrimiz bir balaca köftəndi. Çox bişirməyə buna ehtiyac yoxdur. İndi göstərirəm neyini. Yəni qaşıq götür. Sən alladırdın o. Bax bu püreni dəmir predmetdən rahatlıqla istifadə edirəm qazanın içərisində. Çünki heç bir zədə olmayacaq o qazanın içərisində. Bu Berghoff'un məhsuludur. Berghoff'un məhsulunda heç bir problem ola bilməz. Kartofu əlavə elədim, pürəni əlavə elədim. Həmin bu ətin üstünə sadə ətdir, dana əti soğanla birlikdə ət maşından keçirildi. Duz istiyot. Bunun üstünə əlavə eləyirəm pendir. Sütkəcdən keçirilmiş pendir. Bir qaymaq, bunu belə lazımdır yaymaq. Üstündən biraz da sos. Çox az ha. Yəni, əsasən o sos yalnız servisdə olur. Sadəcə mən sosu əlavə edirəm indidən ki, o pendirin, o kartof püresi bir balaca o sosu öz canına çəksin. Dadı tutsun. O reyhanın dadı var, pomidorun dadı var, sarımsaq püresi. Deməli adam bax belənci bişmədən yemək istəyir. Qaldı ki bu bişəndən sonra. Göndərirəm. İsti dəyib yox, daha götürmüşəm də. Daha götürmüşəm. Göndərdim bunu sobaya. Əlim yandı ya. Və sobada qalsın bir 10 dəqiqədən sonra yeməyimiz hazırdır. Hasan Paşa köftəni də birazdan servis edəcəm. Qaldır lüləyə. Bəlkə qrildə bişirəsən. Orada dağ var. Burada yaxşı. Burada yaxşıdır. Çünki bu əslində köz üzərində pişməlidir.
Aha. Həm də biz bunu gözləmirik 2 saat yarım. Ha. Yerində Adil. elədiyimiz üçün. Ha, denə. Siz nəsə demək istəyirsiniz? Ha, evdə ümumiyyətlə uşaqlar üçün bulka və yaxud hansısa kekdən bişirirsən? Arada pişirirəm. Bulka bişirirsən? Bəli. Həm o Amma ən bulkanın dəsturundan deyə bilərsən bizim izləyicilərimiz üçün. Bir dəqiqə yox. Yadında deyil. Yox. O zaman mən bir dənə deyim bulka dəsturunda. Deməli, götürürsünüz buğda unu. Buğda ununu əliyirsiniz. Ələnmiş buğda ununa əlavə edirsiniz bir balaca duz və bunu qoyursunuz bir kənara. 1 kiloqram buğda unu, 1 çay qaşığı da duz. Sonra ilıq süd. İlıq süd hardasa 1 stəkan. Bax, burada xrustal var idi ya. Bax, bu stəkan. Bu stəkandan biraz artıq götürürsünüz. İlıq formada olmalıdır. Nə isti olmalıdır, nə də ki soyuq olmalı deyil. İlıq formada götürdünüz südü. Həmin südə əlavə edirsiniz 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı buğda unu. Qəşəng bunu qarışdırırsınız, tam özünü tutur, qabarır. Qabarandan sonra bu qarışığı əlavə edirsiniz dərin bir qabın içərisinə. Üzərinə 3 yumurtanın ağını əlavə edirsiniz və 4 xörək qaşığı duru yağ əlavə edirsiniz. Buğda unu qarışığını, buğda ununla duz qarışığını tökürsünüz. Bura başlayırsınız qəşəng xəmir yoğurmağa. Yaxşı olar ki, biraz xama da əlavə eləyəsiniz. İndi olmasa heç bir qorxusu yoxdur. Qəşəng xəmir yoğurursunuz. Yoğrulmuş xəmir 2 saat dincəlir. 2 saat ərzində 3 dəfə bunu yoğurursunuz. Yəni hər yarım saatdan bir də ola bilər. 1 saat yoğurub sonra yarım-yarım da bölmək olar. Əsas orada 2 saat qalsın otaq hərarətində və hər 2 saat ərzində də 3 dəfə yoğurursunuz. Sonra bölürsünüz kündələrə, bulkanı nə boyda istəyirsinizsə, həmin bulkaları da qoyursunuz qəşəng köpür. Köpəndən sonra üstünə süd çəkirsiniz, göndərirsiniz sobaya. 180 dərəcədə bir hardasa 20 dəqiqəyə qəşəng necə lazımdır bişir, nuş eləyə bilərsiniz. Qaldı ki, onun şirinliyi məsələsindən, yəni mənim dediyim bax bu bulka o qədər də şirin deyil. Yəni onun içərisinə kişmiş də qata bilərsiniz. Mən sadə xəmirini dedim. Onun içərisinə kişmiş də qata bilərsiniz. Ürəyiniz nə qədər istəyir, kişmiş qata bilərsiniz. Çoxluq yaxşı deyil o bulka üçün. Biraz az əlavə eləsiniz, lap yaxşı olar. Təxminən yəni dediyim üçün 100 qram kifayətdir. Əla. O içərisində dənə-dənə görsənir ha. Bəh-bəh. Ya da ki, onun içərisinə cem qoya bilərsiniz. Üstündən şəkər kirşanını əlavə eləyə bilərsiniz. Çox qəşəng olar. Və yaxud sadə istəyirsinizsə, o zaman həmin o duru qarışıq var idi. O duru qarışığa hardasa bir 6-7 qaşıq şəkər tozu əlavə eləyin. Necədir? Yaxşı. Qəşəng ya. Qızarsın.
Mən onun dadına baxım. Aha, Var, bitki yağı möcüzədən istifadə edirik. Üzərinə toyuq filesi əlavə edirik. Soğan, biraz qovurduqdan sonra soğanı əlavə edib, Aha. ardıcıllıqla duzlu xiyar, qoz, qaymaq və son olaraq Holland pendiri əlavə edirik və servisə hazır gətiririk. Çox gözəldir. Adil. Bir var əla, bir var yaxşı, bir var super. Ya, fantastika. Nuş olsun. Amaliyetlo. Superdən də super ha. Çox qəşəng ləzzəti var, çox dadlıdır. Özü sadədir. İstənilən xanım elə bu dəqiqədə bunu hazırlaya bilər. Necə hazırlaya bilər? Bir də təkrarlayaq. Toyuq filesi, Yağda pörtlədirsiniz. bəli, Möcüzədə. möcüzə yağında Çünki möcüzə olmasa elə dadlı olmayacaq. Sonra baş soğan əlavə edirik, Aha. duzlu xiyar, qalan Holland pendiri, Holland pendiri. qaymaq. Olmasa ağ pendirdən əlavə eləmək olar. Olar, niyə olmur? Qoz əlavə Və edib, qoz ləpəsi. bəli. Bunu qaşın qarışdırırsınız. Son olaraq Holland pendirini əlavə edirik və lavaşın içərisinə pomidor düzüb, içərisinə yığıb bükürük. Bura qaymaq qatmamısan? Qatmışam. Qaymaq da var. Qaymaq da var. Çox qəşəngdir. Bəs o biri yemək? O birisi yemək toyuqlu göbələk bükməsidir. Orada da hal-hazırda bitki yağında toyuğu pörtlədirik. Aha. Baş soğan əlavə edirik, bibər əlavə edirik, göbələk əlavə edib, teriyaki sos son olaraq. Teriyaki sos əlavə edib hazırı çatdırırıq. Birdən teriyaki olmasa onu nə ilə əvəz eləmək olar? Teriyaki olmasın, nar şərabla əvəz edə bilərlər. Bax, teriyaki sos bax budur. Bax, belə butulkaların içərisində olur. Teriyaki sosun öz adıdır. Teriyaki sos. Alıb rahatlıqla bunu istifadə edə bilərsiniz. Mən demişdim, bax, bu günlərə mənim yadıma salmasa, heç kəs demir də bunu da. Demişdim, bax, bu Hasan Paşanı mənə xəbər eləyim, mən onu oradan çıxardım. Hasan Paşa hazır. Vaxtı amma çox keçdi bunu. Çox keçdi vaxtı və bunu da servis edirəm. Sabah bizim mətbəxdə şirniyyat olacaq. Tort hazırlanacaq. O tortu da bizim üçün Fərhad hazırlayacaq. Sabah bizim mətbəxdə Fərhad var. Təşəkkür edirəm Adil, bugün dəvəti qəbul edib gəldiyin üçün. Və tez-tez səni gözləyirəm burada. Hasan Paşa da burada. Və mən sizinlə sağollaşmıram. Hələlik deyirəm. Sabaha qədər görüşmək ümidi ilə.